Afa xanım, sizə qurban olun. Ne olur məni bu söhbətdən uzaq edin. Xahiş edirəm. Vallahi qorxuram, səhərdən əl-ayağıma, sözümə baxmır. Həyəcan içindəyim, and ol Allaha. Vallahi and ol Allaha. Şahidlikdən başqa vallahi bu gücüm çatmır. Mən polis qapılarında qalmaq istəmirəm. Minarəni vermiş, Svetanı vermiş. Fərqi nədir? Siz elə bilirsiniz ki, Teymur onu orada qoyacaq, pulunu verib çıxardacaq. Bəs mən nə edəcəm? Mən nə edəcəm? Afa xanım. Mən qalacam axı. Vallahi istəyirsiniz asın, kəsin. Vallahi siz töhmət verin, dərsimi alın. Vallahi heç nə deyəndə razıyam. Anam Allaha, dünənləri qırğındaydım da. Mən Tofiq bunu bildi, elçixana yaxın. Yəni dedi Lalə, bu polis söhbəti nədir qarışma da. Yəni mən bax şahidlik nə edirsiniz eləyirəm də. Hara deyirsiniz gedim eləyim. Məhkəmə başqa şeydir, polis başqa şeydir. Dedi mən hər şey qoyuram bir qırağa Afa xanım. Mən Teymurdan qorxuram. And ol Allah, Teymur Svetanla tutturduq. Teymur məni sakit qoyar bu məsələni. Dünən o polis səfəri gəldi, muhtarlarım gəldi. Mən ona söhbət edirəm, mən ona açıq dedim ki, Lalə Şəfəqətova qorxur və mən həqiqətən ona görə indi sənin dediyini mən biraz böyütdüm dedim ki, mən ona görə narahatam, onlar axmaq adamlardılar, qıza bir şey eləyər falan. Onlar deyirlər ki, biz başa düşürük. Və o mənə ağıllı bir təklif elədi ki, deyirəm, mən nəyə görə sizə deyirəm ki, bu adam polisə gəlməsin, siz onu çağırmayasınız, üzə gəlməsin. Və onlar mənə söz verdilər ki, biz başa düşürük, qadın xeylağıdır və ondan niyə qorxduğumuzu da başa düşürük. Amma deyir, siz heç narahat olmayın ki, onlar bir qorxaq adamdılar, ciddi bir şey əl atmazlar, özə bilirlər ki, nəzarətdədirlər. Niyə deyir Lalənin ərzəsi bizə lazımdır? Bizim əlimizdə bir köhnə ilə bağlı bir dənə heç olmasa ərzə olmalıdır ki, biz onu çağıraq. Mən də deyirəm, bunu yumuşaq formada eləyin ki, bu qız nə onunla üz-üzə gəlsin, nə sizə acilli ərzə yazsın. Bilirsən nəyə razılaşdıq biz dünən? Bax, vəkil də mənə dedi ki, Lalə, lütfü get şahidlik elə, qətnaməni udun, qətnamə gedək, yaşıl işıq olacaq şu sizə üçün. Şahidlik eləyəcək, başqa şey istəməyəcəksiniz siz bundan. Mənlə razılaşdıq və nəyə razılaşdıq? Sənin bizim vəkilə verdiyin ərzə var ha. Eyni ərzənin formasını yazacaqdır. Yakıbı sən güya izahat verirsən. Bitdi. Sənin qalacaqdır həmin ərzə imza atmalı. Qutardı getdi. O səfərdən ərzə yazdırmayacaqdır. Yox, bilirəm. Yenə də polisə gedir axı bu söhbət. Polisə gedəcək. Hə, hara gedəcək? Məhkəməyə gedəcəksən. Məhkəməyə gedirəm də onsuz da. Deyirəm ki, onsuz məhkəməyə gedirəm də, amma polisə yazmayayım da, adını yazın, şu böhtan olacaq. Polis gedəcək onun üstünə, o da gəlib bu biləndə söhbəti, mən uçurdan, alın dolu Allaha, Teymur balaca adam deyil. O da ərzə yazma, mən səndən şikayət edeyim. Hə? Ərzə yazma, mən səndən şikayət edeyim ki, Lalə keçənin o işlərin içində olub. Sən də məcbur ol, izahat ver ki, amma mən heç nə eləməmişəm. O bəs mən o için görməmişəm axı. Mən nətər deyim ki, gör məsələn. Yox, mən səndən şikayət edəcəm ki, Sveta kartçıqaları Laləyə paylaşdırıbdı. Başa düşdün? Sən də izahat verəcəksən ki, mən paylamışam, Miranə paylayıbdı. Onu istəyirsən? Nə öyle eləyərəm də, mən nə qarım başqa? Sən deyəcəksən ki, məndən şikayət edib ki, sən gəlib paylamısan. Əgər səni dirəsə ki, o tutuqlar zaten dirənmək ehtimalı olmayacaqdır. Onu bu dəfə buraxmaq istəmirik polis, başa düşdün? Bir var birinci dəfə öldü keçdi, bir var da ikinci dəfə. İndi bu vəziyyəti belə yaradarıq ki, mən səndən şikayət edirəm ki, mən şübhələnirəm ki, Lalə Şəfəqətova onları paylaşıbdır. Sən də məcbur olub ifadə verirsən ki, mən paylaşmamışam, Miranəyə paylaşdım. Bəs onlar da sonra Miranəyə çağıracaqlar axı. Miranəyə zaten vermişəm qızım, onu vermişəm. Miranəyə vermişəm. Olsa Miranəyə çağırsa yenə də onlar qarışacaq. Yenə söhbətin içindən qarışacaq. Onda sən qarşılayacaqsan da, mən səni təhdid eləmiş kimi görünəcəm, başa düşdün? Ki, mən səndən şikayət eləmişəm. Sən bu məsələdə kənara çəkilmiş olsan, mən hesab eləyəcəm ki, sən Svetaya dəstək vermiş olursan. Mən çəkilmirəm. Mən sadəcə deyirəm ki, mən ona görə deyirəm ki, bu 10 dəfə deyirsiniz, 10 dəfə gedim üzrə. Bilirsiniz necədir, bax, vəkilim, mənim əmim oğlu vəkildir də, çox gözəl savadlı vəkildir. Mən elə şeyləri sənə
yaxşı Yəni bilirəm, məhkəmə bala. mədəni yerdir. Məhkəmə bir var özü eşidir, özü qulaq asır, özü biləcək. Həm də ki uzaqbaşı məni neyniyəcək? Məhkəmə maksimum Miranədə getdi, məni neyniyəcək ki, maksimum lap cəza verəcək. Maksimum get küçələri süpür, maksimum da. Yəni belə amma polisdə qorxuram mən. Başa sualı sənə mən verməyəcəm də. Mən polisə şikayət elədiyimə görə, mən uzaqbaşı onu eləyə bilərəm ki, hə, mən Lalədən şikayət edirəm. Siz gəlin Lalənin izahatını məhkəmədə alın ki, səndən şikayət var deyə görüm niyə paylamısan. Başa düşdün? Onu eləyə bilərəm. Amma onda gələk səndən həqiqətən şikayət edim də ondan. Başa düşdün? Hə. İndi də başqa variantım yox. Tipa mən səni cəzalandırmaq istəyirəm ki, mənə nə, sən indi qoşulmamısan da, zamanında sən onun içində olmuşsan, anladın? Zamanında olmuşsan da, sən nə istəyirsən, mən indi sənin canını alım, onu istəyirsən. Mən zaten səni cəzalandırmamışam elədiklərinə görə. Mən hər şeyi keçib sağ demişəm ki, çölə atmıram ki, bir tikə çörəyini yiyəsi ol. Bu qabağında sən sağ olun budur ki, mən çəkdirəm kənara qoy istənə qədər söyürsün. Mən demirəm ki, çəkim. Mən polisə vermək istəmirəm. Nə eləyirsə eləsin, bir gün onun cəzasını çəkir. Söhbəti yox. Biz də səni cəzalandırmırıqsa, o demək deyil ki, sən gedib xanım bəy kimi gəzə bilərsən özün üçün keyflə. Başa düşürəm, mən yenə deyirəm, polisə verə bilmərəm. Mən Teymurdan çəkinirəm. Bu heç nə yox, gəlib qapının ağzında mənə elə sözlər deyər ki, mən onda gəlib məktəbə gəlməyim. Ay yox, valla yox. O gecə ilə məni apararlar. O balaca adam bilmir. Ay bax, valla hə. And içir, valla tanımırsınız. O balaca adam deyil, elə yerdə onun əlaqələri var ki, vallah bilmirsiniz. Söylə görə harda əlaqələri var? Vallah var da. İndi hər adam deməyəcək ki, mənim əlaqəm var. Yəni tanıyanlar bilir də. Gəlib tutsalar, eləsələr, Teymur bunu boş buraxacaq. Sizcə məni sağ buraxacaq. Başa düşürsünüz? Niyə Teymurun əlində sənin əlində alibi var? Olsa arvadını tuturam axı. Arvadına qarşı şey vermişəm axı. Ona görə. Mən səni tuturam. Rahatdır sənə. Hə, necə verir? Yaxşı verin barədə. Deyərəm polisə ki, mən Lalədən şikayət edirəm. Lalədən izahat alın ki, keçən il içində Lalə olubdur. Onlara da tapşıraram ki, iminə səni günahlandırırıq, səndən izahat istəyəcəkdir. Amma xahiş edirəm ki, məhkəmə gəlsin ki, qadın xeylaqdır. Ora gəlməsin, mən ona şikayət edirəm. Siz gəlin onun izahatını məktəbdə alın ki, sən niyə Ağa xanımın şəkillərini paylatdırmısan? Sən də deyəcəksən ki, mən paylatdırmamışam. Miraniyə paylatdırıb. Mən çap eləməmişəm. O da deyəcək, sən hardan bilirsən? O da deyəcək, sən hardan bilirsən? Dünən yanımda paylatdırıbdı da, mən eləməmişəm necə. Bunlar da sənə nəsə deyəndə, dünən mən polisə şikayət eləyibdir. Sən ərzə də yazdım ki, Lalə də işin içində olubdur. Yaxşı. Amma ərzə yazsam, həqiqətən dərinə getməzdilər da. Ərzə yazsam, sərziyan olar. Şifahi deyərəm. İfadə verərəm də, başa düşdüm. Qulaq asın, mənə sual verdin. Məni qoruyacaqsınız. Mən sənə cavab verdim. Mən sənə dedim, sən məktəbdəsənsə, bilirəm. Mənim himayəm altındasan. Polis elə adamdır ki, onların ağzından çıxmaq var ya. Ay, fotoğraflar deyil, məhkəmə başqa şeydir. Onu əsas duran adamlar başqa adamlardılar. Sən deyilsən. Onun özü boyda dərsləri var. Sən onun dərslərindən birinə çevrilə bilməyəcəksən, istəsən də. Özünü öz gözündə o qədər böyütmə. Sən onlara lazım deyilsən. Yox, nə bilim. Həqiqətən mən yenə deyirəm, az-çox özümü qorumaq istəyirəm. Yenə deyirəm, uşağım var. Mən kasıb adam, özü kirayədə qalan adamam. Mən nəyim var? Mən durub çöllərdə ora dartıldım, bura dartıldım. Ona görə deyirəm, afa xanım. Biz də demişdik, Getvetan dəstəsinə qoşul, ağzına gələr bizim haqqımızda ya. İndi oldu da, neyim indi? Sən məhkəmə qabağında kim qoruyubdur? Sən parçalayarlar əllərinə versən. Ona görə gəlib burada mənə nağıl danışma da. Mən səni ancaq bir cür qoruya bilirəm. Sənin özündən şikayət edirəm, gəlib səndən izahat alırlar. Və səni də eləyəcəyim o qədər olur ki, mən də xahiş edirəm ki, sadəcə gəlin izahatını burada alın. Yaxşı. Sən də özün müdafiə eləyəcəksən ki, mən paylamamışam, Miranə paylayıbdır. Yaxşı. Dur, get.